Kompüterin daxili və xarici yaddaşı. Ümumiyyətlə, siz PDF-i görürsünüz ekranda buranı, slaydın. Bəli. Bəli. Mhm, Bəli. anladım. Deməli, funksiyamal baxımdan yaddaş iki yerə bölünür. Daxili və xarici. İndi biz danışacağıq ki, bunlar hansıdır? Demək, kompüterin iki yaddaşı var. Funksiyonal baxımdan kompüterin yaddaşı iki yerə bölünürsə, daxili və xarici. Deməli, burada funksiya fərqi var. Yoxsa bunu iki yerə bölünməzlər. Bax, özü deyir ki, funksiyonal baxımdan, yəni yerinə yetirdiyi öhdəlik baxımından bir yaddaş iki yerə bölünür. Daxili və xaricidir. Gəlin görək, bunlar hansıdır? Kompüterin daxili yaddaşı haqqında danışacağıq. Bu xarici yaddaş ümumiyyətlə yoxa bərabər bir şeydir. İndi görəsiniz. 5 dəqiqə, 3 dəqiqə danışmayacağıq bunu. Amma əsas bizim işimiz daxili yaddaşdandır. Bax düşünün ki, bir kompüter nə üçün nəzərdə tutulub? Bir kompüter bizim ona verdiyimiz informasiyaları, bizim ona yazdığımız yazıları avtomatik şəkildə emal etmək üçündür. Sən Word-da yazı yazırsan, PowerPoint-də hər hansı bir təqdimat düzəldirsən. Baxırsan ki, məsəl üçün, adicə A hərfini klaviaturdan sıxmaq saniyənin Allah bilir neçədə bir hissəsində ekrana çıxır. Adicə böyük-böyük informasiyalar video formasında hər hansı bir flash kartdan gətirilib kompüterə yazdır. Yenə biz bunları ekrana rahat şəkildə görə bilirik. İndi e, biz bilməliyik ki, bu kompüterin daxilində baş verən proseslər hansı yaddaşlar vasitəsilədir və hər bir yaddaşın işi nədir? Daxili yaddaş informasiyanı emal etmək üçündür. Bax, bu gördüyünüz yaddaşın işi informasiyanı emal edir. Bir daxili yaddaş informasiyanı emal edirsə, o demək deyil ki, burada məsəl üçün 1, 2, 3, 4, 5, 6 dənə daxili yaddaş varsa, altda oturub elə ancaq informasiya emal ilə məşğuldur. Təbii ki, xeyr. Yəni düzdür, emal edir. Sonda məqsəd burada hamının işi əl-ələ verib informasiyanı emal etmək üçün. Bunu başa düşdük. Amma bir zavod düşünün. Bu zavod tutaq ki, deyirəm, paltar zavodudur. Yəni oturub hamı orada paltarını tikir. Təbii ki, xeyr. Amma ümumi adı nədir? Paltar emal etmək zavodu. Yəni paltar tikiş fabriki. Bax fikir verirsinizmi? Orada biri sap düzəldir, biri iynə düzəldir, biri parçaları gətirib məsələn səliqəli formada yığır və hərənin bir işi var. Amma yekunda paltarı orada baxırsan ki, bir nəfər tikir. Yəni tikir, belə deyək, tikişi ustalar, dərzlər bir nəfərdir, amma hərənin bir işi var. Amma ümumi zavod nədir? Paltar zavodu, yəni tikiş fabriki. Və görürsüz, ona görə də informasiyanın emal etmə öhdəliyi, informasiya emal etmə funksiyası daxili yaddaşa aiddir. Bəli. Amma hər bir daxili yaddaş fərqli işlər görə bilər. Yekunda amma məqsəd gəlib informasiyanı emal etmək üçündür. İndi birinci başlayaq registrdən. Hə, elə bilin ki, həqiqətən o tikiş fabrikindəki elə dərzi registrdir. Yəni əsl bu emal etmək adı birbaşa elə buna aid birbaşa. Registr informasiyaları emal etmək üçündür. Necə yəni emal etmək? Məsəl üçün siz klaviaturadan A hərfini sıxırsınız, avtomatik gəlib bizim kompüterimizin ekranında da A hərfi çıxır. Bizim kompüterimiz heç bir halda A hərfini tanımır. Bəs nə tanıyır? Ya 0 tanıyır, ya da 1 tanıyır. Amma bizim kompüterimizə A hərfini vuran kimi kompüter bu 0-1-lər vasitəsilə A-nı düzəldir, amma bu kompüterin daxilində sizlə keçmişik ASCII kod cədvəli, Unicode kod cədvəlində məsəl üçün A hərfinin qabağında 8 dənə 0-1 yazılıb. Həmin o registr 8 dənə 0-1-i tapır, baxır ki, bu A-nın koduymuş və kompüterin ekranına açır. İndi bu bu qədər qəliz proses bizə aid deyil, narahat olmayın. Biz bunu öyrənən deyilik təbii ki. Amma bir dənə yadınızda saxlayın ki, informasiyanı emal edən yaddaş registrdir. Növbəti gəlir RAM. RAM nə üçün? Yəni bu RAM-ın informasiya emalında nə işi var? Hər birinin işi var. Yəni bunlardan biri olmasa avtomatik bizim kompüterimizin işində problemlər yaranacaq. RAM nə üçündür? Bax gedirik kompüter almağa. Orada verəcəyimiz suallardan biri, yəni çox sual verə bilərik, qiymət sözünün özünü. Verəcəyimiz suallardan biri də bu kompüterin RAM-ının neçə olmasıdır. Təbii ki, RAM böyük olsa bizim işimiz daha asandır, kompüterimiz daha rahat işləyər. Niyə? Çünki RAM hal-hazırda aktiv olan bütün proqramları özündə saxlayan yaddaş qurğusudur. Məsəl üçün, bax fikir verin, siz kompüteri açmısınız. Kompüteriniz qoşulub WhatsApp-a. Kompüteriniz
YouTube-da tutaq ki, hazırdır, YouTube-a qoşulmuşsun, amma bağlamamışsın, açıq sayılır. O tərəfdən Word proqramı açıqdır, bu tərəfdən Excel proqramı. Nə bilim, üstəgəl hər hansı bir Google-da nəsə axtarırsınız. Baxıb görsən ki, eyni anda neçə dənə proqramdan istifadə edirsən. Amma sənin kompüterin donmur və yaxud donur. Donmursa, sənin RAM-ın bəhs edir. Yəni, RAM hal-hazırda aktiv olanları özündə saxlayır. Donursa, deməli, sənin RAM-ın gücü elə də güclü deyil, yəni zəifdir. Onda əməli yaddaş nə oldu? Aktiv proqramları özündə saxlayan yaddaş qurğusudur. Boşa bunun adına əməli demildi. Adil müəllim. Bəli. RAM da olur. RAM, ROM başqa şeylərdir bunlar. Olmur. Hə. RAM-ın özünün qoşulmaq üçün yeri var. Necə doğru desək, RAM özü ayrı bir respublikadır. Baxın, bax sizə göstərim. Burada bu ana plata üzərində bu slotlara qoşulur. İstər RAM, istər ROM. Yəni bunlar bir-birinin içində deyil. Əslində bir-birinin yanında deyil. Deməli, RAM aktiv nə varsa hamısı özündədir. Bu dəqiqə bu gördüyünüz slayd təqdimat açıqdır. PowerPoint təqdimatı. Hansı yaddaşdadır? RAM-da. Niyə RAM-dadır? Çünki burada yenə də deyirəm, əməli sözü burada boşa yazılmayıb. Bu əməliyyat sözündəndir sanki qısa yazmışıq. Hal-hazırda gördüyünüz bütün əməliyyatlar, bütün əməllər hamısı hardadır? RAM-da. Bir növ RAM bizim əməl dəftərimizdir. Prosta bizinki kimi deyil də, işıqlar sönsün, hamısı silinsin və yaxud gecə yataq hamısı silinsin, səhər sıfırdan yazılsın. Çünki burada biz birazdan deyəcəyik ki, bu RAM enerjiden asılıdır. Birazdan deyəcəm. Aktiv proqramları özündə saxlayır. Sonra növbəti gəlir keş yaddaş. Yuxarı deyək, aşağı asandır. Keş yaddaş nədir? Bax, bunu hər dəfə izah edəndə bütün qruplara belə izah edirəm və belə də uğurlu olur. Nədir bu? Elə bilin ki, emal etmək sözü nəyisə yaratmaq, nəyisə düzəltmək mənasını verir. Yenə də deyirəm, mən registrda və ya kompüter registrda A hərfini düzəldəndən sonra bunu göndərir ekrana. Ekranda mən bu A hərfini hansı yaddaşda görürəm? Ekran açıqdırsa RAM-da görürsən. İndi baxın, sanki bu registr bir restoranın aşpazıdır. Aha. Əməli yaddaşda bu restorana gəlmiş bir nədir? Müştəridir. Müştərinin qabağına nə qoyurlar o dəqiqə? Menyu. Menyu bilirsiniz nədir? Menyu kompüterin klaviaturası. İndi sual verə bilərsiniz. Ay müəllim, bu nə bənzətmədir? Başa düşməyəndə mütləq ki var. Bənzətmə nədir? Bax, müştərinin qabağına gətirib, biz də müştəri ola bilərik. Müştərinin qabağına gətirdiniz, görürsünüz kompüterin klaviaturası. Menyudur da, bu düzdür. Kuxnada nə varsa, burada da olardı. Yəni kompüterin içində nə varsa, klaviaturasında demək olar ki, var. Məsəl üçün, menyudan seçdin A hərfini, üzərinə vurdun. Yəni sanki bu A hərfini sifariş verdin. Sifariş birbaşa getdi kompüterin və yaxud restoranın kuxnasına. Yəni sanki demisən ki, mən filan simvolu istəyirəm. Bu getdi birbaşa mətbəxə. Mətbəxdə də bunu registr sağ olsun. Emal elədi, düzəltdi. Nəydən düzəltdi? 0-1-lərdən. Sanki əlində olan xammal budur. 0-1-dən bizə bir tutaq ki, kotlet bişirdi. Nə bilim, A hərfini bişirdi, göndərir. Amma kuxnadan müştəriyə, yəni bu rama yeməyi kim gətirməlidir? Afsiyant. Həmin afisiyant da kimdir? Keş. Yəni, informasiyanın sürətli şəkildə registrdan əməli yaddaşa birbaşa keçməsinin səbəbkarı keş yaddaşdır. Bunu istəsəz, keç yaddaş kimi də yadda saxlaya bilərsiniz ki, qoy ağlınızda qalsın ki, bu keç yaddaş hardansa harasa keç tütündür. Nə ilə nəyə keçiddir? Registrla əməli yaddaş. Əslində, registr mikroprosesorun içindəki yaddaşdır. Onu da deyim. Bax, fikir verin. Mikroprosesordur. Onun içindəki bu balaca-balaca oyuqlara deyilir registr. Bu da belə. Deməli, informasiyalar emal olunur registrda. Emal olunduğu müddətdə, yəni aktiv olduğu müddətdə saxlanılır RAM-da. Nə iş görürsünüzsə, nəyiniz açıqdırsa proqramlardan, hal-hazırda nə sərbəst iş, PDF, təqdimat, oyun, bu işlərin hamısı aktiv olan RAM-dadır. Emal edir registr. Yəni bu nəsə düzəlib ortaya çıxardır registr.
Amma registrdən gəlib bura sürətli şəkildə keçmək üçün keş yatırıqdan istifadə olunur və registri sürətləndirmək üçün keşdən istifadə olunur. Və yaxud informasiya mübadiləsini, bunlar arasında informasiya alış-verişini sürətləndirmək üçün. İki səviyyəli keş yaddaşımız var. Level 1, level 2 yazılır. Birinci səviyyəli keş yaddaş prosesorun daxilində yerləşir, yəni CPU-nun. İkinci səviyyəli keş yaddaş prosesorla, yəni registrla RAM arasında yerləşir. Daimi yaddaş ROM. Çox vaxt daimi yaddaşı uşaqlar, tələbələr xarici yaddaş kimi başa düşür. Yox, daimi yaddaş ROM-dur. Daimi yaddaş nə üçündür? Daimi yaddaş elə bilin ki, mən həmişə deyirəm, bu təyyarənin qara qutusu kimidir. Ora heç vaxt açmaq olmaz, heç vaxt müdaxilə eləmək olmaz. Daimi yaddaşı kompüter düzənəndə, zavodda mühəndislər, mütəxəssislər düzəldir və ağzını bağlayır. Yəni ora heç bir halda müdaxilə eləmək olmaz. Sanki ora müəyyən bir ərazidir, giriş qadağandır. Bu ərazidə nə yerləşir? KMOS. Yəni içində başqa şey də yerləşir deyəcəm. KMOS nə üçündür? KMOS kompüterdə vaxtı, tarixi, bir də konfiqurasiyanı yadda saxlayır. Konfiqurasiya əslində elə bula yeni şeydir. Konfiqurasiya. Necə yəni vaxt, tarix? Məsəl üçün fikir versəz, biz tutaq ki, deyirəm, inşallah bayramda harası bir rayona getsəz, tutaq ki, ayın 30-u kompüterinizi söndürdünüz, getdiniz rayona. Ayın, nə bilim, 5-i, 6-sı qayıtdınız, gəldiniz. Hə, görəsiz ki, kompüteri açanda elə ayın 5-ini göstərir. Hə, burada deməli nəsə bir hikmət var. Çünki bu kompüteri mən söndürmüşəm, axı bu 5 gündür işləmir. Nə bilir ki, ayın neçəsidir? Çünki onun içində yerləşən KMOS batareykası, bax bu batareyka, bir dənə funksiyası var. Yəni bir dənə vəzifəyə xidmət edir. O da nədir? Vaxtı, tarixi, konfiqurasiyanı saymaq. Həmçinin şey də belədir. Zaman da belədir. Məsələn, saat 5-də söndür, 8-də yandır, 3 saat sonra görürsən ki, saat 8-dir. Oturub ancaq iş başlayan deyirəm, amma dönə-dönə deyirəm. Başqa işi gücü yoxdur. Başqa heç bir iş görmür. Və nəhayət video yaddaş bunun əslində başqa adı video kartdır. Ekranda gördüyünüz bax bu görüntülər əgər müəyyən qədər keyfiyyətə malikdirsə və yaxud yaxşı bir görünüşü varsa, bu birbaşa video kartın özəlliyidir. İstər mənim kompüterimdə, istər sizin, istər başqasının. Əgər bir kompüterin video kartı və ya video yaddaşı eyni şeydir, güclüdürsə, deməli burada keyfiyyət, daha doğrusu təsvirlərin keyfiyyəti yaxşı olacaq. Yox, bir kompüterin video kartı zəifdirsə, həcmi balacadırsa, keyfiyyət avtomatik düşəcək aşağı. İndi bu daxili yaddaşlardan kimin nə sualı var? Bax, indi sizdən soruşuram. İnformasiyanı emal edən yaddaş hansıdır? Registr yaddaş. Registr, ay sağ ol. Register. Vaxtı, tarixi yadda saxlayan hansıdır? KMOS. 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 Bəli. Yaxşı. Ekranda göstərilən təsvirin keyfiyyəti hansıdır? Video yaddaş. Video yaddaş. Video yəni görüntü deməkdir də. Registrla RAM arasında informasiya mübadiləsini sürətləndirən Keş yaddaş. keş yaddaşdır, bəli. Və aktiv verilənləri, aktiv proqramları özündə saxlayan Əməli yaddaş. RAM. Əməli yaddaş. Bax deyirəm, videodan qeyd götürün. Bütün daxili yaddaş bayaq göstərdiyim ana plata üzərindədir. Çünki adı üstündə. Daxili yaddaşdır. Bax harda yerləşəcək? Ana plata üzərindədirsə, Müəllim. avtomatik sistem blokunun da daxilində yerləşir. Müəllim, bəs daimi yaddaş ROM. Daimi yaddaş. Bu əslində bunun hər hansı bir funksiyası yoxdur. Çünki bu bir ərazi kimidir. Bunun içində KMOS yerləşir, bir də BIOS yerləşir. İndi BIOS-dan da danışıram. Yenə də ROM içində KMOS və BIOS yerləşir. Bu məsələn elə düşəndə də belə düşəcək. Keçən qəbula düşmüşdü. ROM nədir? Tərkibində KMOS-u saxlayır, tərkibində BIOS-u saxlayır. Bax, ROM-un içində yerləşir BIOS. BIOS nədir? Bax, biz fikir vermişsinizsə, kompüterin düyməsini vuranda o həmin saniyə yanır, yoxsa biraz gözləyirik? Gözlük. Ay sağ ol. O boşa deyil. İstər telefon, istər kompüter, istər planşet. Çünki tərkibində bir proqram var ki, bu proqramın adı BIOS-dur. BIOS harda yerləşir? BIOS ROM-da yerləşir. İndi deyəcəm necə yadda saxlayasın. Bu BIOS kompüter işə düşəndə kompüterin bütün qurğularını testdən keçirir. Testdən keçirmək
post eləməkdir, yoxlamaqdır. Kompüterin bütün qurağını testdən keçirir, post eləyir. Əgər heç bir problem tapmırsa, sizcə ondan sonra nə baş verir? Kompüter açılır. Kompüter açılanda bizim ilk dəfə gördüyümüz proqram hansıdır? Windows. Windows 10. İndi ola bilər ki, iOS falan da işləyir, o heç. Amma normal Windows 10. Yenə də deyirəm, proses belədir. Düyməni vurdunuz, kompüter bütün qurğaları yoxlandı, yəni test olundu. Kompüterin bütün qurğalarını yoxlama prosesi post. Əməliyyat sisteminin yüklənmə prosesinə isə boot prosesi deyilir. Boot. Belə. İndi Məni bir bəli, dediyində, necə? o hissəni bir dediyində, o boot olan hissəni. Boot əməliyyat sistemi ki, məsələn, kompüterin düyməsini vuranda kompüter başlayır yavaş-yavaş açılmağa. Açılır, tam ekran görürsünüz, siz mənim iş masası görürsünüz, qovluqlarınızı və s. Bax, o açılma prosesi boot prosesidir, yüklənmə prosesidir. Amma açılana qədər ki, o müəyyən bir vaxt, müəyyən bir saniyə keçir ha. O prosesdə yoxlama prosesi adlanır, test eləmə prosesi. Əgər kompüter açıldısa, görürsünüz ki, işığı yanır, başladı açıldısa, deməli kompüterdə problem yoxdur. Yox, açılmadısa, ya ekrana siqnallar, səslər gəlməli, ya da yazı çıxmalıdır ingilis dilində. O da birbaşa IT-yə aiddir. IT-də baxırlar ki, məsələn, hə, filan yazıdsa, deməli filan problem. Bu belə. İndi növbəti hava su qədər sizə lazım olan növbəti məsələ nədir? Kompüterin daxili qurğularında enerjiyə ehtiyac duyurlar. Bax, bu gördüyünüz 6 dənə qurğudan bir dənə ROM və KMOS-dur ki, enerjidən asılı deyil. Uşaqlar bunu necə yadda saxlayır? Demişəm və işləyənə də yarayır. Tərkibində böyük O hərfi olan daxili yaddaşlar enerjidən asılı deyil. Yəni, bunların enerjiyə ehtiyacı yoxdur. Amma kompüterdə enerji yoxdursa, informasiyanı emal etmək olmaz. Kompüterdə enerji yoxdursa, informasiya emalı registrdən RAM-a gələ bilməz. RAM onsuz da aktiv proqramları, hal-hazırda aktiv olan, işlək olan şeyləri yadda saxlayırsa, yəni elementləri, qurğuları, qurğu nə, daha doğrusu proqramları. İşıq yoxdursa, burada nə aktiv ola bilər? Yəni kompüter sönübsə. Video yaddaşdakı videoya baxmaq üçündür. Yəni görüntüyə baxmaq üçün. Yenə bir kompüter sönübsə, video yaddaşda funksiyadan düşəcək. Necə yadda saxlayırıq? Tərkibində böyük O hərfi olan KMOS və ROM. Əgər KMOS enerjidən asılı olsaydı, sən işığı söndürəndə, daha doğrusu kompüteri söndürəndə hansı vaxtda qalmışsa, orada da qalardı. Bəli, bunlar asılı deyil. Və bir də daxili yaddaşlardan ROM və KMOS enerjiyə, işığa ehtiyac duymur. Xarici yaddaşların da hamısı enerjidən asılı deyil. Hə, bəs ay müəllim, xarici yaddaş niyə var? Xarici yaddaş informasiyanı uzun müddət yadda saxlamaq üçün. Nə deməkdir bu? Məsələn, siz fikir vermişsiniz, biz tutaq ki, disklərdə, bax, keçmişdə, lap keçmişdə maqnit lentləri idi, toy kasetləri. Sonra diskə çevrildi. Get-gedə ümumiyyətlə disklər də yoxa çıxır. Flash kartlar indi bundan sonra nə gələcək onu bilmiyorum. Deməli, baxın, bu xarici yaddaş bir dənə xidmət edir, yəni bir iş görür. İnformasiyanı yığıb saxlamaq üçün. Elə bil ki, bir anbardır. Bütün xarici yaddaş informasiyanı uzun müddət yadda saxlamaq üçün. Yəni, elə bilin ki, ölkənin daxilində pulu qazanırsınız, saxlamaq üçün göndərirsiniz hara? Xaricə. Daxil qazanmaq üçün, yəni emal etmək üçündür, xaric onu saxlamaq üçün. İndi yenə də burada xarici yaddaşlardan biraz danışacağıq. Elə də çətin deyil. Ümumiyyətlə, yenə də deyirəm, hər bir dərs fərq eləmir. Bu, inanın ki, fənnin, mövzunun nəyinsə fərqi yoxdur. Yanaşma tərzinizdən çox şey asılıdır. Yəni, elə bir standart bu şeyləri izah eləsək, biz sizlə standart danışsaq, hamı kimi. Biz də bezdizi gələr. Demirik, başqaları öyrənmir. Başqaları da öyrənir təbii ki, heç kimin haqqında girə bilmərik. Amma o öyrənən zaman sərf elədiyin enerji, nə bilim, sərf elədiyin maraq söhbəti var. Biri var, mən bunu zəhləm gedə-gedə öyrənəm, işgəncə görə-görə öyrənəm. Biri var ki, belə yanaşanda biraz maraqlı keçir. Bu şəxsi fikirlərim var. İndi bilmirəm, sizdə vəziyyət necə? İndi başladıq xarici yaddaşdan. Xarici yaddaşlardan biri FDD-dir. Bax, fikir verin, indi mən yazacağım. Bütün xarici yaddaşların adında nə hərfi olacaq demək olar? D hərfi. Disk adı. FDD-nin adı bir neçə dənədir. Bunlardan biri floppy,
vergül, sonra elastik disk. Bu materialı zərif olduğuna görədir. Sonra disket. Disket sözü də biraz zəriflik verir. Все. Floppy disk, elastik disket. Bax, bunun həcmi isə 1,44. Daxili yaddaşın həcmindən danışmırıq. Həcmi var, prosta biz danışmırıq. Amma xarici yaddaşların əzbər bilməz həcmlərini. FTD-nin həcmi 1,44 megabayt. Yadda saxlamaq üçün götürüb altından yazmaq olar 1,44. Görürsünüz, bu d-lar sanki 4-ü, first. Bu da 1-i ifadə edir. Çünki ora götürüb 14,4 yaza bilər. 144 yaza bilər. 144,4 yaza bilər. Bilin ki, bu 1-dir. First, birinci. Orada yad saxlamaq da asan olacaq. Sonra, növbəti gəlir CD diskləri. CD disklərin həcmi 650-700. Yəni, bu harasa düşsə, siz onu 700 götürün. 600-ə verilir, 700-ə verilir. Amma əsas 700. 650-700 megabayt. Sonra DVD diskləri. Bunlar 4,7 gigabaytdır. Və yaxud 17 gigabayta qədər. Testdə bu düşəcək. Amma bunlar megabaytda. Görürsünüz, amma DVD daha böyükdür, gigabayt. Sonra gəlir sərt disklər. HDD. Bax, bu sərt disk hardan yadda saxlayın? Hard Hard, disk. bəli, hard disk deməkdir. SSD də bunun başqa bir versiyasıdır. Bunların ikisi sərt disk adlanır. Bunların həcmləri konkret deyil, amma çoxdur. Terabaytlara qədər artıra bilərik bunları. Bundan başqa hansı xarici yaddaş qaldı? Deməli, FTD, CD, DVD, HD, SSD var, Streamer. Streamer haqqında danışmışdıq. Streamer toy kasetləri var idi keçmişdə. Onlardır. İnformasiyanı ən etibarlı şəkildə saxlayan yaddaş qurğusudur. Ən etibarlı. Virus yoluxmur. Bəli, bu da xarici yaddaş qurğusudur. Sonra bir də var flash kart. Hə, bayaqları unutdum. Flash kart daxili yaddaş olar, yoxsa flash yaddaş? Flash yaddaş. Hə, flash yaddaş Flash daxilidir. yaddaş daxilidir, flash kart xaricidir. Bəli, flash yaddaş yeni bir şeydir. O ROM-un dedik ya, ROM-a müdaxilə eləmək olmur. Amma son illərdə bir dənə yaddaş çıxardıblar, flash yaddaş. Yəqin növbəti illərdə daha da məşhur olar. O ROM-u müdaxilə eləyəndədir. Yəni ROM-un müdaxilə oluna bilən, yenidən proqramlaşdırıla bilən hissəsinə flash yaddaş deyirlər. Onda EEPROM kimi yazılır. Yəni ROM müdaxilə oluna bilmir, amma EEPROM yenidən proqramlaşdırıla bilir. İndi xarici yaddaşla bağlı sizə bir neçə dənə söz deyəcəm. Bax, bunu mütləq qeyd edin, mütləq. Bax, bütün daxili yaddaş ana platada yerləşir, yoxsa yerləşmir? Yerləşir. Ana plata. Yerləşir. Ay sağ olun. Bax, bütün daxili yaddaş ana platada yerləşir. Plus. Bəs xarici yaddaş Yox. ana platada yerləşir. Xeyr. Yox. Xeyr, Xeyr. minus. Sonra bütün daxili yaddaş sistem blokunda yerləşir, yoxsa yox? Yerləşir. 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 Ay sağ olun. Bütün xarici yaddaş sistem blokunda yerləşmir. Yerləşir. Bir dənəsindən başqa. Sərt diskdən başqa. Sərt disk, hard disk. Bəli. Yeganə xarici yaddaş qurğusudur ki, sistem blokuna daxil olur. Amma nəyin üzərində deyil? Ana plata üzərində deyil. Plata üzərində deyil. Bəli. Bütün daxili yaddaş enerjidən asılıdır, yoxsa yox? Asılıdır. Xeyr. Xeyr. Bir dənəsi var Aslı bəs. ROM-la KMOS-dan başqa KMOS. var. ROM və KMOS-dan başqa yerdə qalan hamısı aslıdır. Aslı. Xarici Yaddaş isə aslı deyil. aslı deyil. Elə adındakı D hərfləri çox şeyin cavabıdır. Ancaq deyil. Bax, fikir verin, xarici yaddaşların hamısında D hərfi var. Hamısı da deyil, deyil, deyil. Ana platada deyil, sistem blokunda deyil, enerji aslı deyil. Bu D hərfin bizi işimizi gördü. İndi sizə bir neçə dənə qurğu haqqında məlumat verəcəm. Onunla da işimizi bitirəcəyik. Amma yenə deyirəm, qeydlər götürməlisiniz. İndi bu qurğular çox belə küncdə bucaqda qalan sual tipləridir. Mən sizə kitabı danışdım. İndi kitab testlərini çox xahiş və tələb edirəm. Mütləq növbəti dərsə testləri yazın.
Heç olmasa yarısını. İşləyən şəxslərə aid deyil, mən bu heç olmasa sözüm. İşləməyənə, tələbiyə aid deyil. İşləyənlər indi aranızda bilirəm ki, işləyən şəxslər var. Aranızda hərbiçi belə olan şəxslər var. Onlara aid. Yəni kimsə belə işləmirsə, işi gücü yoxsa bunları yazma. İşləyənlər də vaxt edib yazmalı. Prosta indi başa düşürəm də, yəni çatdırmayanda heç olmasa yarısını falan. Hardware bitəcək, bəli, indi bitir. Deməli, bu qurğuları mən yazıram. Siz də dəftərinizə mən dediyim kimi yazın. Oturub uzun-uzadı təriflərini öyrənməyəcəyik biz bunun. Deməli, birinci yaddaş, daha doğrusu birinci qurğu port idi. Portu bildiniz. Nə idi port? Xarici qurğu yoxsa daxili qurğunu qoşurdu? Xarici Portlar. qurğunu. Aysa, port Baku. Portlar xarici qurğulu qoşur. Bəs slot? Daxili. Daxil. Aysa, slotlar daxili. Bunu bilirsiniz də, bunu danışmayacağım bundan. Bir dəqiqə o bir qrupa yazım ki, 10 dəqiqə yetişəcək. Aha, indi nəydən danışırıq növbəti? Növbəti danışırıq şin. Bax, hər biri üçün bir dənə açar söz verəcəm, o da sizə cavabları tapacaq. Şin. Kompüterin daxili qurğuları arasında informasiya axını nə edir? Təmin edir. Bunu uşaqlarla biz sonluğundan yadda saxlamışıq. Şin, təmin. Yox, bunu bildim. Daxili qurğu arasında. İkinci gəlir chipset. Yenə chipset kompüterin yenə də daxili qurğuları arasında informasiya axınını idarə edir. Buna da bir hekayə düzəltmişdik. Yenə də əyani dərslərdə, elə onlaynda da. Nə idi bu hekayə? Hekayə bu idi ki, pandemiya vaxtı yazda gəlib çıxmışdı. Hamıya çip taxıb güya ki, bizi izləyəcəklər. Bilmirəm yazda gəlir yoxsa yox. Yox. Oradan yadda saxlayın. Chipset sözünü harda gördünüz, elə o idarə sözü yadda düşsün. Özdə daxilə taxacaqlar. Ha, bunu güya iynə vasitəsilə. Ona görə daxildən yadda saxlayın. Xaric sözü ilə əlaqəsi yox. Növbəti gəlir takt impulsu generatoru. Görün, nə boyda adı var. Takt impulsu generatoru. Neyinirəm onu mən? Bir dənə generator sözünü yadda saxlayıram. Bu kompüterdən müxtəlif sinxronlu qurğular arasında belə deyək, keçidləri generasiya edir. Görün, nə boyda tərif var bunun. Heç bilmirsən hardan başlayacağız. Amma bir dənə açar sözü var orada. Generasiya edir. Generasiya. Oxşuyur? Oxşuyur. Sonra növbəti nə gəlir? Növbəti gəlir burada e, kontroller. Kontroller. Bax, görürsünüz, kompüterin bu isə artıq xarici qurğulardır. Kompüterin xarici qurğularını idarə edir. Yəni kompüterə xaricdən qoşulan qurğuların işini idarə edir. Bəxtiniz gətirsə, burada kontrol sözü kifayətdirsə. İdarə edir. Amma yenə deyirəm, chipset daxildə olur, daxilə taxılır. Amma kontroller xaricdən idarə etmək üçün. Sonra növbəti gəlir driver. Driverdə işiniz asan olacaq. Niyə? Çünki driver yenə də xarici qurğuların işini idarə edir. Amma burada nədir? Bunlar arasında yeganə driver proqramdır. Və bunlar hamısı qurğudur. Bir dənə driver proqramdır. Sonra bir dənə adapter var. Adapter haqqında nəsə bir hekayə uydura bilməmişik. Adapter siqnalların keçidini təmin edir. Keçid. Bunun açar sözü keçiddir. Tezliklərin keçidi, siqnalların keçidi. Mütləq yaz skrin eləyin. Bəli, 34 dəqiqədən sonra sabahdan mən bu dərsi sizə göndərəcəm. İstəsə buradan baxın, istəsə oradan baxın. Eyni şeydir, heç fərqi yoxdur. Başqa nəsə də yadımdan çıxdı. Anne, testi gönderin de. Necə? Testi gönderin de. Kitabınız yoxdur. Hayır yoktu. Testdə kimin kitabı var? Məndə Mənim. var. Kim ata bilər qrupa? Çəkib atar da, zəhmət olmasın. Çəkib ataram. Hə, çox sağ ol. PDF kimi düzəldir o biri qruplarda. Mən fikir vermişəm. Kimsə PDF düzəldə bilirsə, o şəkli atanda PDF kimi yığa bilərsiniz. Ya da kitabı testdən yazın, gəlmə şəklindən yazın, gərək PDF olar. Deməli, şin, chipset, generator, kontroller, driver, portu bayaq dedik. Port Bakudan xarici qurğuları qoşmaq üçündür. Slot,
daxili qurğuları qoşmaq üçün. Və yadınızda saxlayın ki, bu gördükləriniz bütün qurğular hamısı ana platada yerləşir. Ha? Yəni komitənin içindədir. Bu da hamısı ana platada yerləşir. Bax, mənim sizə demədiyim nə qaldı? Printer və onun növləri. Skyner'in və Plotter'in növləri suallarını yazarsınız. Tam deməyim yazarsınız, çünki çox istifadə olunmur. Amma printeri bilməmək. Yox, Plotter ümumiyyətlə istifadə olunmur. Plotter suallarınızı X qoyun. Bax, indidən deyirəm. Plotter suallarınızı X qoyun. Lazım olsa mən baxacağam. Əgər o düşəcəksə, qərar dəyişsə biz keçəcəyik. Amma printer və skanner. Əsasda printeri bilməliyik. Bu nədir? Printer çox sadədir. İki növü var. Biri var zərbli. Zərbli bilirsiniz də zərbəli deməkdir. Bu bizdə də var zərb alətləri. Oradan gəlir. Biri var zərbli, biri var zərbsiz. Zərbsiz. Deməli, zərbli printerlər hansıdır? Matrisli, vergül, literli. Şəkillər falan düşmür deyə göstərmir. Zərbsizlər şırnaq, termiki və lazer. Deməli, burada nəyi bilməlisiniz? Bax, zərbli printerlərdə üçüncü hərflər T-dır. Belə qruplaşdırın. Zərbsiz printerlərin üçüncü hərfi R-dır. Ya R-dır, ya Z-dır. Bir də nəyi bilməlisiniz? Matrisli printerlər çap üçün iynədən istifadə edir. Yəni, biz təsəvvür eləyə bilmirik. Ona amma bildiyiniz iynə vasitəsi sanki simvolları tikir. Möhkəm döyür simvolları. Literli printerlərdə çəkiclə, yəni sanki o deyirik kamaz keçdi üstündən şəkli yerdə qaldı. Onun kimi bir şeydir. Möhkəm çəkiclə zərbə vurur, simvolların izi qalır A4-də. Şırnaqlı printerlər mürəkkəb və ya rəng püskürtmək, eyni şeydir olsun. Mürəkkəb də rəngdir. Rəng plus mürəkkəb. Termiklər temperatur, istilik hesabına çap edir. Lazer printerlər isə bəli, toner maddəsi var. Arada görürsünüz, bu A4-də falan qara rəng çıxır. Ha. O toner maddəsi bir də istilik hesabına çap edir. Lazerli printerlər ən sürətli və ən etibarlı printer hesab edilir. Bax, bu da oldu sizin printerlərinizin növü. İnşallah həftənin 5-ci günü böyük ehtimalle 100% ki, biz sizinlə bu günə qədər keçdiklərimizə aid quiz yazacağıq bir yerdə. Çünki bilirəm ki, atsam heyif olacaq. Mütləq. Veri yazacağım. Necə? Veri yazacağıq quiz olaraq. Yox, quiz var qarışıq. Bugünə qədər nə keçmişik hamısından. Ona görə nə edirsiniz? Bütün sualların hamısını bizim bundan sonra dərsimiz nə gəlir? Hə, alqoritm. Alqoritm bundan sonra dərs çox rahatdır. Hədsiz rahat da. Ona görə çalışın ki, həftənin 5-ci günə testləri tutalım. Testlər məncə biraz çoxdur. Mütləq şəkildə yazmaq lazım. Şəxsi Adem, mən bir sual vermək olar. Buyur. Bu bizdə 2-5-dir də hələ ki informatika dərsi. Yəni Bəli, intensiv 2-5, bir də bazar günü arada əlavə salırıq. Bəli, bildim. Bu digər bizdə qruplarda o intensiv qruplar yaranıbdı. İnformatik, məntiq, ingilis dili deyirəm. O biraz qarışıb bir-birinə. Elə bir əvvəl bir qrup vardı, mühazirə qapalı. İndi təzədən bir dənə də qrup yaranıb. İntensiv müzakirə, intensiv O qapalı. fənlər, onlar arabı mən də aslında artıracam. Prosta mən düşünürəm ki, biz hələ özümüz testləri çatdırmırıq. Mən sizə bir dəfə də əlavə keçsəm, vəbşi biz batarıq. Hə, Yəni, razıyam mən, sizlə. mən hələ ki saxlamışam. Yəni, biz də artıracaq, amma biraz qabağa keçək sonra. Oldu, çox sağ olun. Buyurun. Heçsə, inşallah növbəti dərs görüşərik. Dərsinizi qrupa göndərəcəm. Sağ olun. Sağ ol. Sağ olun, sağ olun.